Salam hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 2025-ci il təzə time test toplusundan ümumi sınağın, yəni 4-cü ümumi sınağın ikinci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, göyərçinin yumurta hüceyrəsinin inkişafının yetişmə zonasında əmələ gələn hüceyrələr haqqında hansı fikir doğrudur? Əvvəlcə bilməliyik ki, yetişmə zonasına daxil olan başlanğıc hüceyrə meyoz prosesi keçirdir və cinsi hüceyrələr əmələ gəlir. Meyozun isə iki mərhələsi var. Birinci meyoz və ikinci meyoz. Birinci meyozun başlanğıcında hüceyrələrin xromosom sayı 2n 4c-yə bərabər olur, xromatid sayı. Birinci meyozun sonunda isə n 2c-yə bərabər olur. İkinci meyozun sonunda isə n c-yə bərabər olur. İndi biz doğru fikirləri seçməliyik. A variantında deyilir ki, bir nömrəli hüceyrədə xromosom sayı DNT sayına bərabərdir. Diqqət eləsək görərik ki, xromosom sayı 2n DNT 4c-yə bərabərdir və bərabər deyil. B variantına baxaq. 3 nömrəli hüceyrə ilə 2 nömrəli hüceyrədə DNT-nin miqdarı eynidir. Belə deyil. 3 nömrədə DNT-nin miqdarı C, 2 nömrədə isə 2C-yə bərabərdir. Yəni gördüyümüz kimi biri-birinə bərabər deyil. C variantında deyilir ki, 3 və 4 nömrəli hüceyrələr cinsiyyət xromosomlarının quruluşuna görə eynidir. Baxaq, 3 və 4-də cinsiyyət xromosomları eyni deyil. Çünki bilirik ki, göyərçində dişi heterogametlilik var. Əgər burada x-dirsə, burada da x deməkdir. Burada y-dirsə, burada da y-dir. Diqqət eləsək görərik ki, 4-də x olduğu halda 3-də y olmalıdır. Yəni bu fikir də doğru deyil. D variantına baxırıq. 2 və 3 nömrəli hüceyrələr xromosom sayına görə eynidir. Doğrudan da diqqət eləsək 3-də də xromosom sayı n, 2-də də xromosom sayı n-ə bərabərdir. Yəni biri-birinə bərabərdir və doğru fikir olur D variantı. Bəs nə üçün Y variantı deyil, buna da baxaq. 1 nömrəli hüceyrədə DNT sayı 4 nömrəli hüceyrədən 2 dəfə çoxdur. Diqqət eləsək görərik ki, 1 nömrəli hüceyrədə DNT-nin miqdarı 4-də, sonda əmələ gələn hüceyrələrdə DNT-nin miqdarı isə C-yə bərabərdir. Yəni, bir nömrədə sonda əmələ gələn hüceyrədə DNT-nin miqdarı başlanğıc hüceyrədəki DNT-nin miqdarından 4 dəfə azdır. 2 dəfə deyil. Doğru cavabımız oldu D variantı.